Həzrəti İbrahim əleyhissalam da yuxu görmüşdü. Həzrəti İmam Hüseyn əleyhissalam da yuxu görmüşdü. Bir xəbər yayıldı ki, Hüseyn ibn Əli Məkkədə yoxdur, Məkkəni tərk edib. Bu xəbər Məkkəyə bir ildırım kimi düşdü. Sanki Məkkədə bu xəbər şok effekti yarattı ki, bu necə ola bilər? Bu həcc ibadətini bir imam yarıda qoyasan, özü Kərbəlaya tərəf gedəsən. Bunlar heç biri boş-boşuna deyil ha. Bu vaxtların toqquşması, bunu yadda saxla, heç biri boş-boşuna deyil. İbrahim əleyhissalam qurban kəsmək üçün həccə gəlir. Amma İmam Hüseyn əleyhissalam Kərbəlaya gedir. Çox maraqlıdır. İmam Hüseyn əleyhissalamın ümumiyyətlə Həzrəti İbrahim əleyhissalama bənzərliyi var. İmam Hüseyn əleyhissalam da qurban verdi. Həzrəti İbrahim əleyhissalam da qurban verdi. Və bir bənzərliyində deyim, bu qurbanlıqlar hər ikisi yuxu vasitəsilə oldu. Hər ikisi yuxu vasitəsilə oldu. Həzrəti İbrahim əleyhissalam da yuxu görmüşdü. Həzrəti İmam Hüseyn əleyhissalam da yuxu görmüşdü. İmam Hüseyn əleyhissalam Məkkədən çıxanda, daha Mədinədən çıxanda qardaşı Muhammed Hənəfiyə dedi ki, qardaş çıxma, getmə. Dedi ki, bir neçə məsələlər dedi. Dedi, yuxumda görmüşəm Peyğəmbərimiz, babam Peyğəmbəri yuxuda gördüm. Peyğəmbər mənə dedi ki, ya Hüseyn, uxruc, çıx ki, Mədinədən. Xaric ol Mədinədən. İmam Hüseyn əleyhissalam çıxdı Mədinədən və hekayəsi də belə deyək, İbrahim əleyhissalam kimi yuxu ilə başladı. Və Zilhiccə ayına qədər, yəni bu günə, dünənki günə qədər, yəni dünən İmam Hüseyn əleyhissalam xaric oldu, bu gün artıq hamıya bilinmişdi ki, İmam Hüseyn əleyhissalam gedib. Zilhiccə ayına qədər 4 aya yaxın Məkkədə qaldı İmam Hüseyn əleyhissalam. 4 ayın sonunda məlum oldu ki, İmam Hüseyn əleyhissalam Məkkədə qalsa, Kəbənin hörməti aradan gedəcək, bir imamın qanı Kəbədə axıdılacaq. Bir imam. Ona görə İmam Hüseyn əleyhissalam hacılar Məkkəyə doğru, hacılar Minaya doğru getdiyi zamanlarda, qurban ayinlərini etməyə doğru, Ərəfata gedən zamanlarda İmam Hüseyn əleyhissalam tam axının əks istiqamətinə hərəkət elədi. Ona görə də məsələ nədir? Məsələ imamətdir. Niyə görə Həzrəti İbrahim əleyhissalamın yuxusu qəbul olunur? Hamı tərəfdən, bütün müsəlmanlar tərəfindən qəbul olunur ki, yuxu ilə vəhiy olundu ona. Amma İmam Hüseyn əleyhissalamın yuxusu niyə qəbul olunmur? Qəbul olunmayan yuxu deyil, qəbul olunmayan onun imamətidir. İmaməti qəbul olunmadığına görə onun yuxusunu kənara qoyurlar. Halbuki bu boyda, bu böyüklüyündə bir ibadət, həcc ibadəti Həzrəti İbrahim əleyhissalamın yuxusu ilə başlayıb. Amma bəlkə də İmam Hüseyn əleyhissalamın yuxusu ilə Kərbəlada bu yuxu, İbrahim əleyhissalamın yuxusu Kərbəlada İmam Hüseyn əleyhissalamın yuxusu ilə davam edib. Bəlkə də bu zürnə də birləşdirə bilərik. Ona görə də məsələ imamətdir. İnsanların gəlib ilişdiyi məsələ imamətdir. Məsələ imamın sözüdür. Bir adam imamın sözünü qəbul edəndən sonra, bir şey sənə vacib, tam əksi ola bilər. Bir şey sənə vacib idi, amma bu tam əksi ola bilər. Çünki həmin vaxtda insanların vəzifəsi vacib olan həcc deyildi, vacib olan imama itaət idi ki, imamla birgə Məkkədən xaric olmaları idi. Rəhməti Hacı Şahin demişkən, Allah rəhmət eləsin, nədir? Deyir, insanlar imamı tək qoyarkən içki məclisinə getməmişdilər. Nə bilim, haram məclisə getməmişdilər. İmamı tək buraxarkən onlar həccə getmişdilər. Ona görə də Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, ehtiyatlı olun, məbadə şeytan sizi Allahla aldadar. Şeytanın silahlarından biri Allahın öz kəlmələri ola bilər. Məbadə diqqətli olun ki,
şeytan gəlib sizə Allah Allah deyə yoldan çıxarır. Allah bizləri imamətdə sabit qədəm eləsin, bizləri bu yollarda müvəffəq eləsin inşallah. Allah Teala nəslimizdən, zürriyyəmizdən əhl-i beyt düşməni qərar verməsin inşallah. Allah Teala bizləri imamətdə sabit qədəm olanlardan qərar versin. Allah Teala bizlərə Həzrəti İbrahim əleyhissalamın, Həzrəti İmam Hüseyin əleyhissalamın Allaha olan itayətini hər birimizə nəsib eləsin inşallah.